1514-cü ilin avqust ayında iki böyük türk dövlətinin qarşılaşması qaçınılmaz idi. Hər iki padşah öz divanlarında vəzirləri ilə mülahizələr aparır, bu savaşın necə zəfərlə sonlandırılacaq strategiyaları qurmağa çalışırdılar. Xalqın və ordunun böyük coşqusu ilə Şah İsmail Xətai və Sultan Səlim xan öz saraylarından ayrılmağa və Çaldıran Ovasına doğru hərəkət etməyə başladılar. Bundan əvvəl bir-birlərinə təslim olmaları üçün göndərdikləri elçiləri sərt tənqidlərlə geri qaytaran və bəzən o elçilərin canına qıyan padşahlar artıq bir-birlərinə qanlı düşmən gözündə baxırdılar. Quraqlıq və yaşıllıqlardan ibarət Çaldıran Ovası böyük qanlı bir müharibəyə hazır idi. Şah İsmail Xətai və Sultan Səlim xan öz ordularının qarşısına keçərək onları ruhlandırmağa və döyüşə hazır vəziyyətə gətirilməsinə əmr etdi və bundan sonra qanlı döyüş başladı. Hər iki tərəfin ordusu öz padşahlarının zəfəri üçün döyüşürdülər. Sultan Səlim xan bir təpədən döyüşü izləyirdi. Yaşlı padşah bu döyüşə girmək istəmirdi. Yalnız Şah İsmail Xətai, gənc və cəsur şah, özü ordunun içərisində döyüşürdü. Sultan Səlim xanın ən güclü silahı toplar idi. Bu toplar Osmanlının zəfər mənbəyi idi. Döyüşün qızğın vaxtı Şah İsmail Xətai topa yaxınlaşaraq onu qılıncı ilə iki yerə böldü. Bundan bir müddət sonra şah döyüşdə yaralandı və geri çəkilmək məcburiyyətində qaldı. Şahın geri çəkildiyini görən əsgərlər topların da gücü ilə artıq uduzduqlarını anladılar və geri çəkilmək məcburiyyətində qaldılar. Bundan sonra Sultan Səlim xan öz ordusu ilə birlikdə bu qələbəni sevinclə yad etdilər.